Salam, xoş gördük. Qərbi Azərbaycan televiziyasında icma gündəmi verilişini izləyirsiniz. Son günlər regionda mədəni irs mövzusu ətrafında müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə Qərbi Azərbaycanda Azərbaycanlılara məxsus tarixi dini irsin dağıdılması faktları və bunun fonunda erməni mənbələrinin səsləndirdiyi iddialar ictimai diqqət mərkəzindədir. Bugün verilişimizdə məhz bu məsələyə toxunacaq, mövcud faktlar və yanaşmalar əsasında mövzunu təhlil edəcəyik. Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində Azərbaycanlılara məxsus mədəni irsin, xüsusilə qəbristanlıqların sistemli şəkildə dağıdılması ilə bağlı ortaya qoyulan faktlar fonunda erməni mənbələrinin son iddiaları ciddi suallar doğurur. Aparılan tədqiqatlara görə indiki Ermənistan ərazisində Azərbaycanlılara məxsus 201 qəbristanlıqdan 157-sinin tamamilə məhv edilməsi, 42-sinin isə ağır vandalizmə məruz qalması bu prosesin təsadüfi deyil, məqsəd yönlü xarakter daşıdığını göstərir. Üstəlik bu dağıntıların bir hissəsinin hələ Sovet dövründə, digər hissəsinin isə xüsusi son 10 illiklərdə baş verməsi onun davamlı bir xətt üzrə aparıldığını ortaya qoyur. Bu kontekstdə erməni kilsə strukturlarının və müxtəlif təşkilatlarının Xankəndidəki Müqəddəs Məryəmin himayəsi Kafedral kilsəsi və Surp Akop kilsəsi ilə bağlı səsləndirdiyi ittihamlar daha çox siyasi ritorika təsiri bağışlayır. Çünki bir tərəfdən regionda yüzlərlə Azərbaycanlı qəbristanlığının dağıdılması faktları mövcuddur. Digər tərəfdən isə yeni tikilmiş və ya hüquqi statusu mübahisəli olan obyektlərin sökülməsi mədəni soyqırım kimi təqdim edilir. Eyni zamanda Qanzasar, Dadivank, Tigranakert, Vankasar, Sertsenavakt, Oxtu Dirnim, Qıtsanavak, Amaras, Kazançitsos kimi tarixi abidələrin tez-tez bu müzakirələrə daxil edilməsi mövzunun mahiyyətini dəyişmir. Bu abidələrin tarixi və mənsubiyyəti ilə bağlı, yəni ermənilərə mənsub olub-olmadığı ilə bağlı kifayət qədər real faktlar mövcud olsa da, hazırki mübahisə konkret olaraq müasir dövrdə baş verən hadisələr və hüquqi çərçivə ilə bağlıdır. Üstəlik, bəzi qədim abidə kimi təqdim olunan tikililərin, məsələn, Xankəndidəki kilsənin 2007-ci ildə inşa edilməsi faktı da müzakirələrin manipulativ istiqamətə yönləndirildiyini göstərir. Nəticə etibarilə mədəni irsin qorunması məsələsi selektiv yanaşma ilə deyil, bütün tərəflər üzrə obyektiv və ardıcıl qiymətləndirilməlidir. Qərbi Azərbaycanda Azərbaycanlı irsinin geniş miqyaslı dağıdılması fonunda yalnız ayrı-ayrı epizodların qabardılması reallığın tam mənzərəsini əks etdirmir və daha çox siyasi məqsədlərə xidmət edir. Mövzunu daha ətraflı müzakirə etmək üçün studiyamızın qonağı Qərbi Azərbaycan icmasının Qadınlar Şurasının üzvü Milli Məclisin deputatı Pərvanə xanım Vəliyevadır. Pərvanə xanım, xoş gəlmisiniz. Xoş gördük. Pərvanə xanım, gəlin bundan başlayaq. Bax, dediyim kimi, bugün aprelin 24-düdür və bildiyimiz kimi hər il bu vaxtı biz Qərbi Azərbaycanlılar Ermənistan özündə yaşayarkən bugünü bir fərqli yaşamışıq. Yəni, hər il bu vaxt aprelin 24-cü günü saxta soyqırım məsələsi ortaya düşüb və ermənilər hansısa bizə, oradakı yaşayan Azərbaycanlılara bir ziyankarlıq ediblər. Və indi də günümüzdə son günlər ictimai müzakirə mədəni soyqırım bir ifadəsi çıxıb ki, böyük hayküy qaldırırlar. Yəni, dünənə kimi saxta soyqırımlarını istəyirdilər, təbliğ eləsinlər. Bugün də artıq bu çevrilib olub mədəni soyqırım. Hal-hazırda Qərbi Azərbaycan icmasının bildiyiniz kimi İdarə Heyətinin sədri, dəyərli millət vəkili Əziz müəllimin və eləcə də tədqiqatçı alim Səbuhi müəllimin bax, o araşdırmaları, o kitab ki var idi, həmin araşdırmalara əsasən deməli, Qərbi Azərbaycanda olan 201 qəbristanlıqdan 157-sinin tamamilə məhv olunduğu ortaya çıxıb. Bax, bütün bunların kontekstində sizcə bu mədəni soyqırım məsələsi ki, hansı ki, erməni ictimaiyyəti bugün bar-bar bağırır ki, ay qoymayın, Azərbaycanda bizim mədəni irsimizi güya soyqırıma uğradırlar. Bu nə dərəcədə, nəyə xidmət edir bu fikirlər? Fikrinizi bilmək.
Bəli, son günlərdə bu məsələ çox aktualdır. Azərbaycanın mədəni irsinin ermənilər tərəfindən dağıdılmasının biz artıq şahid olmuşuq. İşğaldan azad etdikdən sonra ərazilərimizi, hazırda da biz o ərazilərə səfər edəndə hansı vandalizm aktları törədilib, tarix mədəniyyət abidələrimizə qarşı bunu öz gözlərimizlə görürük. Yəni, yaşayış binalarından tutmuş, bütün heykəllər, o, məsələn, Xurşudbanu Natəvanın, bizim digər ziyalılarımızın, onun evi, ev muzeyi, bülbül və s. bu kimi yəni, tarix mədəniyyət abidələrimizdir bunlar və onların hansı şəkildə məhv edildiyini biz şahidə olmuşuq. Eləcə də Ermənistanda qalan azərbaycanlılara məxsus, azərbaycanlıların tarixən yaşadığı, yaratdığı bölgədə qalan mədəni irsimizə qarşı kütləvi şəkildə vandalizm aktları törədilir. Yəni, beynəlxalq hüquq deyir ki, biz onları birbaşa şəkildə özümüz monitorinq etməliyik və yaxud da ki, həmin monitorinq qrupuna müstəqil, həmçinin bizim ölkədən, həmçinin onların ölkəsindən olan şəxslər daxil edilməlidir, ekspertlər və bu şəkildə onlar həmin ölkədə silahlı münaqişələrdən sonraki dövrdə, yəni sülh dövründə qeyd olunur, post-münaqişə zamanı gedib o abidələri görməlidirlər, özlərinin hesabatlarını aparmalıdırlar. Ancaq bu şans təbii ki, tanınmadığına görə bizim hörmətli ziyalılarımız peyk görüntüləri vasitəsilə Ermənistanda qalan bizim məzar yerlərimizi, abidələrimizi bu şəkildə monitorinq edirlər. Hələ də davam edir o monitorinqlər. Bəli, monitorinqlər bu şəkildə davam edir. Biz çünki faktları qeydə almalıyıq. Bu faktlar hər zaman bizə dəstək olacaq. Necə ki, biz işğaldan azad olmuş ərazilərimizdə bu faktları qeydə aldığı İSESCO çox böyük bir dəstək göstərdi. Azərbaycanın yanında oldu. O ərazilərə səfər etdilər. Monitorinq qrupu bütün bu məsələləri qeydə aldı və hesabatı BMT-də açıqladı. Yəni, bunu əslində biz UNESCO-dan da gözləyirdik. Hansı ki, mandatına uyğun olaraq dünyada mədəni irs abidələrinin qorunması mandatını ölkələr onlara həvalə ediblər və həmçinin hərbi münaqişələr zamanı mədəni irsin qorunmasına dair 1954-cü il Haqa Konvensiyası var. Onun 99-cu il protokolu var. Buna həm Azərbaycan, həm Ermənistan imza atıb, ratifikasiya edib Ermənistan və bunun tələbləri var. Amma təəssüflər olsun ki, Ermənistan məhz Azərbaycan mədəni irsinə məxsus olan həmin öz ərazisində, hazırki ərazidə qalan abidələrimizi haqqında məlumatları UNESCO-ya təqdim etmir. Əslində etməlidir. Pərvanə xanım, hələ bu tarixi abidələrin dağılması prosesi indi bax araşdırmalar nəticəsində hələ Sovet illərindən başlayıb. Yəni hardasa 1967-89-cu illərdə yəni bunlar darmadağın olunub Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində. Bax bu faktlar, yəni bunu ki biz görmüşük orada. Mən yenə də deyirəm, söhbətimin əvvəlində dediyim kimi, hər il aprelin 24-də ermənilər saxta soyqırımlarını qeyd etdikləri üçün mütləq Azərbaycanlılara ziyan vururdular. Yəni biz illərlə sakit durmuşuq, biz illərlə bunu görməzdən gəlməyə çalışmışıq, biz illərlə sülhü belə deyək də bərqərar olunmasını, ta ki o 88-ci ilə qədər, ta ki o Qarabağ problemi ortaya qalxana qədər. Yaxşı, bəs indi də yenidən bu sülh məsələsi gündəmə gəlib. Ermənistanla artıq yumşalmalar, bilavasitə görüşlər təşkil olunur. Ya, bu kontekstdə, bax, indi bu kilsənin bu işə qarışması, yəni bu sizcə siyasi bir narrativdir məncə. Yəni o Paşinyana qarşı da yönəlmiş bir addım kimi bunu qiymətləndirə bilərik ki, yəni istifadə edirlər. Sadəcə bu deməli narrativdən istifadə edirlər ki, öz mənafe, siyasi mənafelərin naminə. İstərdim buna münasibətinizi bildirəsiniz. İlk öncə onu deyim ki, Mədəni İrs üzrə Dövlət Xidmətində çalışdığım vaxtda biz hər zaman orada bəli, bir işçi qrupda yaradılmışdı. Qərbi Azərbaycanda qalan Azərbaycanlılara məxsus olan həmin abidələrin, məscidlərin, dağıdılmış məscidlərin siz qeyd etdiniz. 1850-ci illərdə 12 məscid dağıdılıb. Yəni bu tarixən
baş verir. Silsilə kimi bu davam Silsilə edir. kimi Bəli. davam edib bir müsəlman irsinə qarşı yönəldilmiş bəli, bir aqressiv bir məsələlər, vandalizm idi. Yəni necə ki insanlara qarşı bunların dözümsüzlüyü var, necə ki etnik zəmində insanları, yəni məsələn Xocalı soyqırımında məhz o şəxsləri Azərbaycanlı olduğuna görə məhv etdilər, bu cür şəkildə soyqırım törətdilər. Yəni bir etnik zəmində olan bir məsələ idi. Həmçinin mədəni tarix abidələrimizə də yönəldilib. Yəni bunu heç bir şəkildə biz qəbul etməmişik, heç zaman tarixin heç bir dönəmində, o cümlədən elə 88-ci ildə elə müstəqillik əldə etdikdən sonra daim, yəni bu illər ərzində öz səsimizi qaldırmışıq, müxtəlif platformalardan daim işıqlandırmışıq. Hətta indi məsələn postmünaqişə dövrüdür, bu gün də biz bunu müxtəlif tribunalarda qaldırırıq. Nə üçün siz qeyd etdiniz, nə üçün indi bu şəkildə intensiv onlar belə deyim, hücuma keçiblər. 11-12 aprel tarixlərində Parisdə erməni diasporunun konfransı keçirilib. Bir orada deputatlar da iştirak ediblər, hansı ki onların maraqlarından çıxış edən lobbiçi qruplar da çıxış ediblər və burada onlar söz veriblər ki, bu Qarabağ dırnaqarası manipulyasiyalarını yenidən, bu narrativi yenidən qaldırsınlar, gündəliyə gətirsinlər və həmçinin Paşinyan hakimiyyətinin gələcəyinə yönəldilmiş addımlar atsınlar ki, burada da kilsənin sona qədər seçki prosesində dəstəklənməsinə söz veriblər. Və nəticə etibarilə bu gün Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı bu cür müraciətlər qəbul edilir, qətnamələr qəbul edilir və həmin qətnamənin bəndində siz qeyd etdiyiniz, yəni bu gün müzakirə etdiyimiz mədəni irsin də alınması məsələsini də qeyd edirlər, amma ortada faktlar yoxdur. Çünki biz bunu faktoloji şəkildə yəni qeyd etdiyim kimi mədəni irs üzrə dövlət xidmətinə çalışdığım zaman onların qarşı tərəfin qaldırdığı müraciətlər əsasında hesabatlar hazırlayıb və onlarla birgə görüşlər keçirilirdi, təqdim olunurdu. Yəni burada fotofaktlar var. Burada məsələn dronla çəkilişlər var. Hər biri erməni mədəni irsinə məxsus olan abidələr də inventarizasiya olunub, onlar pasportlarla təmin edilib. 500-ə yaxın abidə ətrafında onların pasportlaşdırılması işləri aparılıb, baxışlar keçilib. Nə üçün dronla, yəni bunu da bilirik ki, minalarla ərazilər Laçın, Kəlbəcərdə ətrafına həmin o mədəni tarix abidələrimizin minalar döşəyiblər və səbəb də budur. Bu da təbii ki, onların inventarizasiyasını çətinləşdirir, digər sənədləşmə məsələlərini çətinləşdirir. Yəni bu da onların öz günahlarıdır. Bu şəkildə nə qədər çətin olsa da üzr istəyirəm, amma bax orada olan hal-hazırda Qarabağda istəyir, Azərbaycan digər ərazilərində də olan, bugün Bakıda erməni kilsəsi olduğu kimi qalır. Yəni biz dağıtmış olsaydıq, birinci o erməni kilsəsini yox eləyərdik paytaxtda. Erməni qəbirstanlıqları da qalır. Erməni qəbirstanlıqları qalır, bölgələrdə qalır və digər abidələr ki var, hansı ki bunların adı hallandırılır, Dadivankdır, Qazançıdır, yəni kilsələridir. Bunlar bunu öz adlarına çıxmaqla deyir. Yəni bu tarixi faktdır ki, bunlar Alban kilsələridir. Kəlbəcərdən gedəndə artefaktları götürüb oğurlayıb apardılar. Bəli, bəli. Yəni bu axı fakt olaraq qalır ki, bu Alban kilsələridir. Yəni bunu siz nə qədər də öz adınıza çıxmaq istəsəz və yaxud da bu Xankəndidə hal-hazırda o fəaliyyət göstərən hansı ki kilsə onun üzərindən manipulyasiya aparır indi hal-hazırda. Müqəddəs Məryəm himayəsi kilsəsi var. Onun üzərindən aparırlar hal-hazırda manipulyasiyanı ki, yəni bu kilsə qədimdir, bizə tariximizi əks elətdirir, bizim Artsaqda dırnaqarası yaşadığımızı göstərir. Hansı ki həmin kilsə 2007-ci ildə tikilib. Yəni bu 2007-ci ildə tikilmiş bir kilsəni özünüzdən oradan abidə. Azərbaycan dövləti öz ərazisində olan bütün mədəni abidələrə, tarix və mədəniyyət abidələrinin eyni şəkildə yanaşır. Azərbaycan tolerant, multikultural ölkədir. Əlbəttə. Bütün etnik dini qrupların burada eyni şəkildə, bərabər hüquqlu şəkildə yaşadığı bir ölkədir. Biz heç bir ölkənin, heç bir etnik qrupun mədəniyyətini, dinini, dilini sıxışdırmamışıq və illərdir ki, bu şəkildə ölkəmizdə yaşayırlar. Heç zaman bizdə ayrı seçkilik və yaxud da ki, antisemitizm məkanı olmayıb. Tarix
boyu olmayıb Azərbaycan. Yəni bu tolerantlıq bizə elə tarixdən, qədim zamanlardan gəlmir. Əksinə olaraq ermənilərdə bu hisslər heç zaman olmayıb. Belə məscidlərimizdə donuz saxladıqlarını biz qeydə almışıq. Məscidlərimizi dağıdıblar. 60-dan çox məscid, tarix mədəniyyət abidəmiz dağıdılıb. 40-dan çox abidə yer üzündən silinib ümumiyyətlə, amma onların pasportları mövcud olub. Arxivlərimizdə Sovet dövründən olan pasportlar olub. Yəni yeri bilinir ki, biz burada abidələr var. Amma təəssüflər olsun ki, bu şəkildə vandalizmə məruz qalıb. Tarixi saxtalaşdırılıb, falsifikasiya dediyimiz müxtəlif sənədlərlə Alban kilsəsini siz qeyd etdiniz, Göy məscidin məsələn Azərbaycana məxsus olmadığını, Fars məscidi adlandırıblar müxtəlif mənbələrdə. Yəni bu şəkildə məhz bizim mədəni irsimizə qarşı bu şəkildə bir aqressiv hərəkətlərə Yəni bütün bunlar, bizim başımıza gətirilənlər, insanların deportasiyası, öz yurtlarından qovulması, qəbirstanlıqların üzərindən yollar çəkilməsi, digər obyektlərin tikilməsi, bu söhbət Qərb Azərbaycandan, indiki Ermənistan ərazisindən gedir. Mən hələ Azərbaycanın suveren sərhədləri daxilində olan ərazini qoyuram kənara ki, Qarabağda biz nələr görürük, nələr gözlərimizin şahidi olduq. Yəni bunun mənə elə gəlir ki, daha çox qatı bu dəqiqə Qərb Azərbaycanda törədilir. Biz ora getsək dəhşətə gələcək. Yəni bugün oradan köçən insanlar geri qaydanda heç kim öz dədə-babasının qəbrini tapa bilməyəcək. Çünki hamısı məhv edilib, hamısı yer üzündən silinib. Yaxşı, bütün bunların fonunda bunlar mədəni soyqırım deyil. Yəni sırf hansısa bir sonradan tikilmə bir kilsənin bizə uyğun olmayan hansısa bir terror qruplaşmasının orada yuvasını xatırladan bir obyektin sökülməyi bunlar üçün mədəni soyqırımdır. Bunun bir sonu vaxtı gəlib çatıbmı Pərvanə xanım? Nə edəcəyik? Biz normallaşma istiqamətində bir çox işlər görürük. Vaşinqton sülh razılaşmalarından sonra bizim sülh müqaviləmiz paraflandı və yekun sülh müqaviləsinin imzalanmasına da cəmi bir şərt qalır və bu da zaman məsələsidir və o cümlədən Paşinyan hakimiyyəti də və onun rəsmi şəxsləri daimi olaraq insanlarla, cəmiyyətlə işləyirlər, mesajlar verirlər. Yəni bu şəkildə ki, ictimaiyyətə əgər sülh istəyirsinizsə, regionda sabitlik, rifah istəyirsinizsə, gəlin referenduma səs verək, referendum keçirilsin, konstitusiyadan bu müddaları gəlin çıxaraq. Yəni o bu şəkildə cəmiyyəti ilə işlədiyi bir zamanda digər bir kəsim, hansı ki erməni diasporu revanşistləri da qaldırmağa çalışırlar. Bu erməni diasporu, onu deyim ki, Sovet dövründə heç bir ona daxil olan ölkənin diaspora təşkilatı olmayıb. Yeganə Ermənistanın olub. Görün, hansı səviyyədə Sovet hakimiyyəti ermənilərə bu şəkildə dəstək olublar. Yəni o gediş-gəliş xaricdən daim olub bunların komitəsi Amerikada, Avropa ölkələrində və məhz buna görə də onlar o zaman orada möhkəmləniblər, özlərinə dayaqlar tapıblar, həm hökumətdə, ABŞ hökumətində, konqresdə. Yəni bu cür kontaktları var. Lazım gəldikdə də bu cür həssas zamanda istifadə edirlər. O revanşistlərin istədiyi, erməni diasporanın istədiyi sülh deyil. Onlar sülh istəmirlər, onlar sabitlik istəmirlər regionda. Çünki bu onların maraqlarına xidmət etmir. Onlar burada daimi olaraq münaqişə ocağının olmağını istəyirlər. Çünki addımları bunu sübut edir. Konqresmenlər də, məsələn, danışmağa nələri olacaq, hansı qətnaməni qəbul edəcəklər. Bu iki ölkə rəsmi şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyıb. Bir şey ki, məsələn, Nikol Paşinyan hakimiyyəti özü Qarabağı Azərbaycanın ayrılmaz hissəsi, suveren tərkib hissəsi kimi bəli, tanıyıb. Yəni rəsmi məlumatlar bunu dediyi halda digər tərəfdən kilsə, erməni diasporu, revanşistlər və s. bu şəkildə aranı qatmağa, həssas olan sülhə zərbə vurmağa çalışırlar. Təbii ki, bu bağışlanan deyil. Yəni Azərbaycan hökuməti ilə Ermənistan hökuməti arasında olan sülh müqaviləsi, paraflanmış sülh müqaviləsi ictimaiyyətə açıqdır. Onun bəndlərindən də görünür. Yəni bu ölkə bir-biri ilə artıq razılaşıbdır, müddalar razılaşdırılıb. Beynəlxalq məhkəmələrdə olan məsələlərdən qarşılıqlı olaraq çəkilmək qeyd olunur. Daha sonra üçüncü ölkənin hərbi missiyasının sərhədlərdə olmaması qeyd olunur. Yəni bütün bunlar əgər yekun sülh müqaviləsi imzalanırsa,
alınarsa Avropa İttifaqının missiyası da yekunlaşacaq və digər məsələlər də zamanla öz həllini tapacaq. Hətta paraflanmış sülh müqaviləsinin 10-cu bəndində də qeyd olunur ki, tərəflər müxtəlif mövzularda ayrıca qarşılıqlı razılaşmalar da əldə edə bilərlər. Yəni bu istiqamətdə təbii ki, razılaşmalar olarsa humanitar və mədəni sahədə, ətraf mühit sahəsində qeyd olunur. Bəli, belə razılaşmalar olarsa təbii ki, Azərbaycan mədəni irsinə baxış da keçiriləcək. Yəni bizim bir qrup ekspertimiz orada gedəcək. Yəni onlar da gəlib burada baxış keçirə bilərlər. Yəni bu iki ölkə bir-biri ilə razılaşdığı bir məqamda üçüncü bir qüvvələrin burada söz haqqı yoxdur. Ümid edək. Yəni, bəli, seçki dönəmində bu şeylər hər zaman baş verir. Bütün ölkələrdə həssas dönəmdir biz bilirik və erməni diasporunun, o cümlədən Ermənistanın xarici siyasəti ilə bağlı Rusiyanın narazılığı var və bütün bunlar bu proseslərə təkan verir. Ümid edir ki, 7 iyun tarixindən sonra bütün bu məsələlər də öz həllini tapacaq. Nəhayət ki, erməni xalqı bir ortaq rəyə gələcək. Erməni xalqı onlara daha yaxşı, daha nədir? Onun qərarını verəcəklər ki, necə yaşamaq istəyirlər. Bax, onun qərarını vermək artıq erməni xalqından, yəni heç kimin təsiri altına düşmədən, nə diasporun təsiri, nə kilsənin təsiri altına düşmədən, nə də qərbin, yəni təsir altına düşmədən öz qərarlarını versinlər və düşünürük ki, əgər qan istəmirlərsə, əgər sabitlik istəyirlərsə, əgər doğrudan da rifah istəyirlərsə, xalqının yaxşı yaşamasını istəyirlərsə, Azərbaycanla dost olmaq lazımdır və bu artıq məsələlərə son qoymaq lazımdır. Yəni soyqırım iddiasına gəlincə isə bir daha buradan bildiririk ki, soyqırım iddiası çox belə iddialı səslənir. Yəni o dərinə getsək əgər kimə qarşı soyqırım törətdiyi çox ermənilərin xeyrinə olmaz. Yəni inşallah da ki, bunu dərinə gediləcək. Yəni beynəlxalq müstəvidə çox yəqin ki, məhkəmələrə müraciət olunacaq. Bütün o sənədlər, Qərbi Azərbaycanlıların o özləri ilə gətirdiyi sənədlər, orada qoyub gəldikləri əmlaklar, orada qoyub gəldikləri abidələr, hamısı yəqin ki, bəli, sübutlardır və bunlar təqdim olunacaq və ədalət nəhayət ki, yəqin ki, öz yerini tapacaq. Necə ki, Qarabağ məsələsində ədaləti özümüz bərqərar elədik. Düşünürəm ki, bu məsələdə də. Son olaraq onu deyim ki, Azərbaycanın mədəni irsinə, ümumiyyətlə Azərbaycan torpaqlarına işğal zamanı dəymiş zərərin məbləği də açıqlanmışdı. Bütün hər bir detal hesablanıb 150 milyard ABŞ dollarına bərabərdir. Azərbaycan əgər bugün bu məsələni qaldırsa, yəni Ermənistan bütövlükdə öz torpaqlarını versə belə, yəni ödəməyəcək. Əvəzini ödəməyəcək. Təşəkkür edirəm sizə, Pərvanə xanım. Gəldiniz və buradan önəmli mesajlar da verdik erməni ictimaiyyətinə. Yəni heç kim sizin burada mədəni irsinizi soyqırım eləmir və dağıtmaqda. Siz hələ o etdiklərinizin cavabını verin, sonrasını fikirləşərik. Təşəkkür edirəm bir daha. Qərbi Azərbaycanda Azərbaycanlılara məxsus qəbristanlıqların məhv edilməsi, məscidlərin təhqir olunması və insanların öz yurd yuvalarından didərgin salınması bu reallığın ən ağır tərəfidir. Bu halda bir sual qaçılmazdır. Soyqırıma kim məruz qalıb? Öz doğma torpaqlarından zorla uzaqlaşdırılan, mədəni irsi dağıdılan, ibadət yerləri və qəbristanlıqları məhv edilən Azərbaycanlılar, yoxsa bu faktları siyasi narrativlərə çevirən ermənilər? Tarix emosional, saxta soyqırım iddiaları ilə yox, faktlarla danışır və bu faktlar görməzlikdən gəlindikdə ədalətdən danışmaq mümkün deyil. Qonşularımız bilməlidirlər ki, sülh istəyən ilk növbədə ədalətin bərqərar olunmasına çalışmalıdır. Biz sülh istəyirik, bəs siz? Sizinlə mən idim, Lamiyə Rövşənqızı, dəyərli izləyicilər. Müsahibim isə Milli Məclisin deputatı Pərvanə xanım Vəliyeva idi. Gələn həftə icma gündəmində görüşənədək özünüzdən müğayət olun.